1, 2, 3, kayıt. Ben de yoluna geçeceğim. Yox, yox. Mənim adım Zümrüd. Umudlu Dizayn Akademiyasının keçmiş tələbələrindənəm. Artıq bitirmişəm. Bu sahə üzrə işləyirəm. Memarlıq sahəsinə mənim uşaqlıqdan çox böyük marağım olub. Bu arzum mənim ürəyimdə arzu olaraq qalmışdı. Elə oldu ki, interyera baxırdım. Öz-özümə düşündüm ki, niyə də yox? İnsan istəsə hər zaman istədiyinin arxasıca gedə bilər. Sonra başladım bu sahə üzrə keçiriləcək kurslar axtarmağa və Umudlu Dizayn Akademiyası qarşıma çıxdı. Düşünmədən zəng elədi. Elə Rauf müəllim açmışdı telefonu. Dedi ki, 2 gündən sonra kurs başlayacaq. Yazıldım kursa. İndi də yadımdadır. Hətta oktyabrın 9-u başladı. Gəldim, mən ilk dərsdə çox həyəcanlıydım. Hətta müəlliməmə də hər zaman deyirdim ki, mən mışqa belə tutmağı bacarmıram. Yəni mən heç yaxın uzaq əlaqəm yoxdur bu sahə ilə. Sadəcə çox marağım var. Bilirəm ki, çalışsam istədiyimi alacağam. Başladım. Təbii ki, çox səhvlərim oldu, yorulduğum vaxt oldu. Özümə mən ilk başdan söz vermişdim ki, mən başlamışamsa mən bunun arxasıca getməliyəm. Belə oldu ki, zamanla əlim vərdiş oldu hər şeyə. Sevərək bu işə başladım, amma insan praktika kimi başlayanda o işi özün aldığın nəticələri görəndə özünə də xoş gəlir. Beləliklə indi aradan artıq 1 il keçib. Mən bu sahə üzrə artıq işləyirəm memar dizayner olaraq. Çox sevinirəm ki, çox xoşbəxtəm ki, mən bugünkü gündə bu sahə üzrə işləyirəm. Bu mənim uşaqlıq arzum olub. Tədrisdə ilk gün ən qorxduğum bacarmayacağım. Yəni alındıra bilərəmmi, olacaqmı? Çox çəkinirdim də, həqiqətən çox çəkinirdim. Çünki dediyim kimi mən kompüteri, yəni sırf bu işim üçün də almamışdım. Alıb elə evə kompüter qoymuşdu. Onu gətirdim, gəldim. Bilmirdim heç kompüterimin bu proqramlara gücü çatacaqmı? Sıfırdan, yəni mən bura sıfırla gəldim. Ən adi line-la bir xətt çəkməyi belə bacarmırdım. Adi olmaq üçün o 2 knopkası, şariki yoxdur. Onu belə, yəni mən heç çaşdırırdım da, bilmirdim ki, çox çətindir mənə həqiqətən. İlk vaxtlar çox çətindir. Prosta özümü sındırıb demirdim sizə. Mənim hansı layihəm mənə bacardığımı göstərdi. Modern üslubun evi eləyəndə artıq həm orada normativlər mənim üçün çox çətin gəlmədi. Birinci layihədən fərqli olaraq. Həm də görünüş, xarici fasadıdır, həyətin landşaftıdır. Yəni hər şeydir nəzərdə ümumi tutanda. Modern üslublu evi işləyəndə artıq o çertyojundan tutmuş hər şeyini. Mən artıq gördüm ki, hə, bacarıram. Bu sahədə uğur üçün çox çalışmaq. Çox çalışmaq. Səbirli olmaq, çalışmaq bir anda, bir də geri çəkilməmək. Yəni insan yerində addımlamaq istəmirsənsə, çalışmalısan ki, dayanmadan nəyisə öyrənəsən, başqa cür mümkün deyil. Gecikdirməsinlər. Yəni gecikdirməsinlər. Çünki vaxt gedir, vaxt uzanır. Bu da insan istər-istəməz əleyhinədir. Düzdür, mən bunu qərar vermək üçün mənim çox uzun zamanım getdi. Necə deyim, o risk edib atlana bilmirdim də bu işə. Çox qorxurdum ki, alınmayacaq. Vaxtım ona görə bəlkə də illərim getdi. Sırf qərarımı verə bilmək üçün. Praktikaya gedəndə ən çox diqqətimi çəkən nə idi? Rauf müəllim bizim hamımıza orada A4 vərəqləri verdi. Artıq olan bir evi özümüz çəkdik yenidən vərəqlərdə. Hətta mənim birinci praktikalarımdan biri idi, amma çox da marağım oyanmışdı ona. Çəkdiyi ölçüləri həm iç divarlardan, pəncərələr arasında divar və s. ölçülər götürdük, həm çöldən. Düzdür, biraz əyri çəkmişdim, yəni istədiyim kimi alınmamışdı. Amma o mənim çox diqqətimi çəkmişdi. İş həyatıma başlayanda burada etdiyim nailiyyətlərin çox böyük bir faydasını gördüm. Adi gedirdik, ölçü götürürdük mənzildə və yaxud da fərdi yaşayış evlərində. Hamısını burada öyrəndiklərim idi. İşçi layihə işləyirik hal-hazırda. Onun bütün belə deyək, xırdalçılıqların hər birini mən onsuz da buradan götürmüşəm. Hətta sonuncu diplom müdafiəsində iştirak elədiyim bir xanım hal-hazırda iş yoldaşımdır. Uğurlar diləyirəm. Arzularının arxasıca getsinlər. Hər şey istədikləri kimi olar. Hər istədiklərinə də nail olarlar.